Salam qızlar, sabahınız xeyir olsun. Evin halını istəyirəm sizə göstərim. Neçə gündə alış-veriş eləyirik, yığılıb qalıb bunları vurmalıyam. Külək vurur, uçur hərəsi bu tərəfə. Yuyulmuş paltarlardır. Yerlərinə yığa bilmirəm, vaxtım yoxdur, qalıb elə. Amma bu günləri bu işlərin hamısını görəcəm. Full fokus, bütün problemlərimi həll eləməyə fokuslanacağım. Artıq sabah işim olmasın. Sabahdan yeni bir belə deyim də işə başlayıram. Orada yeni bir proyektə başlayıram deyim də öz üzərimdə. Orada mənə mane olan heç nə olmamalıdır. Belə detallı göstərməyəcəm, amma ümumi nələr elədimsə bir-bir hamısını bölüşəcəm sizinlə. İnşallah ki, axşama qədər bunların hamısı polis olacaq. Gətirdim diş müayinəsinə. Bizim siqanlıq. Yemək aldıq ki, da bir də yeyib evdə nə yiyəcəyimiz barədə düşünməyək. İndi sifarişi göndərmək üçün taksi vurmalıyam. Evə gedim vuracam. Dastavkam var. Saat 5'e qalıb. Aparıram onu çatdırmağa. Məhəmmədin dişini həll elədim. Evləri təmizləməmişəm. Papaları yuyub sərmişəm ama. Heç nə eləmək istəmirəm də. Robot heç nə. Görək nə olacaq. Məşqdən çıxmışam. İndi gedirəm alış-veriş eləməyə. Mənə kommentlərdə sual gəlmişdi ki, nə yeyirsiniz bir gün ərzində? Bugün məşqdən sonra məsələn səhər xaş yedim. Sirkəli limonlu. İndi abedimi hazırlayacağım. Onu da bir yerdə hazırlayacaq. Funçozalı salat eləyəcəm. Onu göstərəcəm. Axşama da xustiyaşı badımcan eləmək istəyirəm. Gedək alım, evə alış-veriş eləyim. Nə alacağımı göstərəcəm sizə. Uşaqlar da evdə zavtraq eləmədilər. Mən də heç nə hazırlamağa vaxtım olmadı. Biraz qarağdalı meyvə falan alım, onları yesinlər yemək əvəzi olaraq. Sonra baxım görüm nə ala bilərəm. Evə keçəndə inşallah göstərəcəm sizə salata reseptini də, nə aldıqlarımı da və nə qədər pul xərclədim onu da deyəcəm. İsti təndir çörəyi aldım. Gəldim ora. Çörəklə, brokoli. Axşama pişirəcəm badımcan. 2 dənə də biber aldım. 10 dənə qarğıdalı, vişnə və pomidor, bir də limon aldım. İndi salatımı hazırlayacağım. Reseptini də sizinlə bölüşəcəm. Ümumilikdə buna 20 manat pulum çıxdı bu alış-verişə. Salatın hazırlıq mərhələsindəyik. Pomidor, kök brokoli buradadır. Sosu və yumurtası buradadır. Yumurtanın sosunun içine qoymuşam ki, biraz dadı dəyişsin. Bu arada qarğıdaldan çıxan saplaqları heç vaxt atmıram. Bu şəkildə qoyuram. Dəmləyib içirəm. Çünki börəklər üçün çox faydalıdır. Və burada karamelizədir, amma tam yaxşı pişmədi. Çünki tava yapışdırır. Bir də qaynanmış ət var idi. Onu da sonradan əlavə elədim üstünə. Prosta yəni qızsın deyə. İndi bunu da buraya əlavə eləyəcəm. Qarğıdalı qalıb, o da qaynasın, gəlirəm. Bunu da əlavə elədim. Sosunda nə var? Yağdır, limon suyudur. Limonun dənələri də düşüb içinə olsun. Mən onu da yeyirəm. Antioksidantdır, çox güclü. Sonra sumaqdır. Sumaq ağız dadına görə, yəni çox turş sevmirsinizsə vurmayın. Sadəcə limon suyu ilə və zeytun yağı kifayət eləyir. Mən çox turş xoşladığım üçün vururam. Daha sonra nə var? Bir də turşu, zoğal turşusu. Mən turş salat xoşlayıram. Ümumiyyətlə ətlə turşu bir-birinə çox yaraşdırıram. Və duz. Duzu da elə bir yerdədir. Bunu qarışdırım, gəlim. Belə bir salat alındı. Dadı çox qəşəngdir deyə bilmərəm. Amma mən sevirəm. Yəni ətin əvəzinə əslində bugün qarağdalı ilə funçozanı eyni vaxtda qatmadım. Çünki ikisi də karbohidratdır. Qarağdalının yerinə funçoza qatmaq olar. Mən bugün qarağdalı qatmaq istədiyim üçün funçoza qatmadım. Və soğanı da karamelizə eləyib ətsiz də vurmaq olar. Əti
toyuq əti ilə də dəyişdirmək, balıq əti ilə də dəyişdirmək olar. Belə. Söz vermişdim ki, axşama xrustiyaş badımcan hazırlayacağım. Alt üçün belə soğanla pomidor elədim. Sosunu hazırladım. Burada da içində var sladki çili. Bir də barbekü qatışdırmışam. İkisini bir-birinə. İndi bunları yığacaq. Bu şəkildə. Ay, mən sənə nə deyim? Əlim yandı. Əslində hələ də bişir, tam bişir qurtarmamışam da. Prosta çox soyuyanda dadsız olur. İstədim isti eləyim, bir yeyək. Hər kəsin yeməyini eləyim, hazır. Bir dəfəni yeyək. Sosunu çox bəyənirəm əslində. Ona görə bu şəkildə hazırladım. Üzərinə də küncüt, əla olur, çox qəşəng. I like this. Hansını yiyeyim? Hansı biraz soyuq olar? Hə, bu. Sosu da çoxdur. Sosunu deməzdim ki, birə-birdir. Bir də prob eləməliyəm sosunu. Amma badımcan qəşəngdir, xırçıltıdır. Keçən səfər elədiyim söhbətlərdə qızlar yazdı ki, maraqlıdır, davamı gəlsin. Deməli, başlıca olaraq qeyd eləmək istədiyim şeylər nədir? 4 dənə mentorla işləyirəm. Biri 3 milyondan çox takipçisi var. Amerikada yaşayır. Fransız kökənli bir bəydir. Yaşlı bir insandır. Amma ki, bütün demək olar ki, kurslarını almağa çalışıram. Bütün paylaşımlarını almağa çalışıram. Hər şeylə maraqlanıram. Bütün meditasiyalarını alıram. Hə, düzdür, başa düşmədiyim yerləri olur. Çünki ingilis dilini mən C səviyyəsində bilmirəm. B2-nu da heç yaxşı bilmirəm. Söz-söz, cümlə-cümlə tərcümə eləyirəm. Çünki onun verdiyi məlumatlar mənim üçün çox dəyərlidir. İkisi türkdür, biri Azərbaycanlıdır. Bu 4 mentorumun mən təlimlərimə, yəni qeyd eləmək istəmirəm, amma yəni heç nəyə xərcləmədiyim qədər pul xərcləmişəm bu təlimlərə və bu 4 təlimçinin də istifadə elədiyi başlanğıc nöqtə nədir? Birinci növbədə idman eləmək. Çünki bədəndə enerji yığılır, qalır. Biri sizə əsəbləşdirdə bədəninizin sıxıldığını hiss edirsiniz. Çox narahat olanda, pis bir hadisə yaşayanda spazm yaşayırsınız. Bədənin hər hansısa bir bölgəsində spazm olur. Heç bir problem olmadan qəbizlik yaşamaq nəyisə bədəndə yığıb saxlamaqdır. Buraxmırsınız. Buraxmırıq. Yəni, mənə də aiddir bu sözlər. Məşq eləmək. Həmin o bədənin hansısa bir nahiyəsində yığılıb qalmış o enerjini rahat buraxmaqdır, azad buraxmaqdır. Həm bədəninizə xeyirlidir, sağlamlığınıza xeyirlidir, həm də ki, spiritual mövzularda sizi açır, böyüdür. İkinci növbədə özünə hörmət eləyən insan ağzına gələn hər şeyi yeməz. Karbohidratı, şəkəri azaldın, sağlam karbohidrat qəbul edin. Bir dəfəlik karbohidratı kəsmək olmaz. Deyir, mən vapşi çörək yemirəm, un məhsulları, makaron yemirəm, olmaz. Tembol dəyər bir qadın üçün mütləqdir. Menstruasiya döngüsünün normal davam eləməyini istəyirsinizsə, karbohidrat qəbul eləmək şərtdir. Vacib deyil spread yağlar istifadə eləyəsiniz. 1 kilo yağ istifadə eləyin bir ay, amma təmiz kərə yağı olsun. Evə spread yağlar salmayın. Günə baxan yağı yerinə qarğıdalı yağı istifadə eləyin. Çox kərə yağının əvəzinə buruq yağı istifadə eləyə bilərsiniz, dana yağı istifadə eləyə bilərsiniz, zeytun yağı istifadə eləyə bilərsiniz. Yaşıllıq tükətin. Tükətə bilmirsinizsə qida əlavələri alın çoxlu. Mən özüm gün ərzində ovuc-ovuc qida əlavəsi qəbul edirəm. Mən satıram deyə demirəm. Məndən almayın. Gedin daha münasib qiymətdə, daha cibinizə uyğun yerlərdən alın, adi apteklərdən alın. Amma alın. Bunu eləyin. Özünüz üçün birinci növbədə bədəninizin strukturunu qurmalısınız. Sağlam olmaq üçün məşq eləməlisiniz. Pilates, yoga, fitness,
Fərqi yoxdur. Nə ilə məşğul olursunuz olun, amma o bədəni hərəkət eləsin. Heç nə ilə məşğul ola bilmirsiniz. Yürüyüş, qaçış. Yəni bu pulu deyil axı. Daha sonra qidalarınıza diqqət edin. Əgər yaxşı qida qəbul edə bilmirsinizsə, heç nə qəbul eləməyin, ac qalın. Məsəl üçün, atıram, ara öğün yiyəcəksiniz, amma ara öğündə yeyə biləcəyiniz normal bir şey yoxdur. Yəni, stolun üstündə tutaq ki, deyən, piraşki var. Piraşkini götürüb yeməyin. Çünki onun sizə bir faydası yoxdur. Daha sonra İdmanın dediyi, qidanın dediyi, qida əlavələri nəyə görə lazımdır? Əgər çəki salma dönəmindəsinizsə, ki bu bir çox xanımın mənə müraciət edən insanlarında da bu problemlər olur çəki salmaq mövzusunda. Düzənli qidalana bilmirsinizsə, iş rejiminiz, stresli həyat yaşayırsınızsa, bunu balanslaşdırmaq üçün qida əlavələri mütləqdir. Alfa-lipolik içə bilərsiniz, xlorofillə bədəninizi təmizləyə bilərsiniz, iştahınızı azalda bilərsiniz, L-karnitini içə bilərsiniz, bədəndəki yağları enerjiyə çevirən. Yəni, çoxdur, çox necə deyim, faydalı şeylərdən istifadə edə bilərsiniz. Bundan sonra da nəfəs çalışmaları eləyə bilərsiniz, bədən çalışmaları eləyə bilərsiniz. Səhər saat 5-də durub, yox, namaz qılmırsınızsa da yenə də 1 saatlıq durun, prosta oturun. Əgər gözünüzü yumub otura bilmirsinizsə, sıxılırsınızsa, gözü açıq oturun. Bir dənə nöqtə qoyun, hansısa bir işarə qoyun, o işarəyə baxın. Fikriniz dağıldısa, yenə toplayın, gəlin o işarəyə baxın və özünüzü ancaq o işarəni görün. O işarəyə baxdığınızı görün. Özünüzü müşahidə edin. Çox adam deyir ki, mən meditasiya eləməyi bacarmıram da, gəlmir. Amma əslində düz eləyirlər. Deyir ki, mən düz eləmirəm, nəsə alınmır. Yox, düz eləyirsiniz. Təzə-təzə elə olur. 3 ay, 5 ay, 6 ay eləyib, sonra tam dərinləşənlər var. Bu vacib deyil ki, birdən-birə %100 nəticə heç nə də olmur. Bir şeyi profesional olmaq üçün o şeyi minlərcə dəfə təkrar eləmək lazımdır. Beyin də təkrarlardan öyrənir. Sadəcə sakit oturun. Gələn düşüncələrə baxın, nə gəlir ağlınıza. O telefon ekranında olur, opşu qaldırırsan, bütün balaca ekranlar yığılır. Düşüncələrinizə elə ekranlar kimi baxın. Gəldiyi hər hansısa bir düşüncə, onu skip eləyin. Gəldiyi keçin. O boşluqda biraz dayanın. Nə qədər bacarırsınızsa dayanın. Daha sonra bir dəftər götürün. Özünüzü necə görmək istəyirsiniz? Kim olmaq istəyirsiniz? Bəlkə ölkə dəyişmək istəyirsiniz. Bəlkə çəki salmaq istəyirsiniz. Bəlkə dil öyrənmək istəyirsiniz. Bəlkə nəsə bir iş qurmaq istəyirsiniz. Ya da nəsə bir çevrə edinmək istəyirsiniz. Bu barədə yazın. Atıram, məsəl üçün, mən mağaza açmaq istəyirəm. Bijuteriya mağazası. Özüm haqqında demirəm bu sözü. Yəni, bəlkə bunu istəyən bir insan var. Bijuteriya mağazası açan ayda necə görünür? Yəni, bu barədə internetdə çoxdur paylaşımlarda, pulsuz paylaşımlarda çoxdur. Amma bəzi şeylər çox toksiklik dərəcəsində yəni anlatılır. Orada nəticə almaq o qədər də yəni deyirəm şey deyil də. Tutaq ki, siz nəticə ala bilərsiniz 70% pulsuz məlumatlardan. Amma onun içində o qədər belə, necə deyim, əməl eləməyib, amma kimləsə eşidib deyilən sözlər var, o təsir qoymayacaq sizə. Bu şeyləri gərək onun öz sahiblərindən öyrənəsiniz. Sağlamlığınız üçün vizyon oluşturmaq lazımdır. Vizyonsuz insanın, nə bilim, yüksəlişi olmur. İnsanın gərək vizyonu olsun. Heç nə olmasa da, vacib deyil sənin pulun olsun, vacib deyil super gözəl olasan, vacib deyil həyatında hər şey qaydasında olsun, super evliliyin olsun, yaxşı pulun olsun, heç biri vacib deyil. Amma vizyonunun olması vacibdir. Bir xəyalının, bir tutkunun olması vacibdir. Bir şeyin dalınca getmək vacibdir. Yəni, tamam, inanmırsan, yox, yavaş-yavaş davam eləsən, daimi təkrarlardan sonra inanacaqsan. Bu arada bir şeyi yaratmamaqdan daha asandır. Pulu qazanmamaqdan daha asandır. Bir şeyi həll eləməməkdən daha asandır. Yəni, başlıqda elə görünə bilər ki, çətindir, heç bir çətinlik yoxdur. Sən yola çıxırsan, yol özü səni görsənir. Maşının işığı 5 metr uzağa qədər tutaq ki, işıqlandırır da. 5 metrdən sonrasını görə bilmirsən, amma o 5 metri gedirsən. Ora gedəndən sonra növbəti 5 metr işıqlanır. Ona görə də
Yəni heç narahat olmayın ki, hardan başlayacağımı bilmirəm, nə edəcəyimi bilmirəm. Bir yerdən başlayın. Çəki atmaq istəyirsinizsə, bir yerdən başlayın. Qidanı bugün sırazu kəsə bilmirsiniz. Qida əlavələrini sırazu ala bilmirsiniz. Günə 1 litr artıq su içərək başlayın. Yəni bu niyyətiniz üçün arıq mən necə hərəkət edir, nələr eləyir, həmin o arıq sizin nə elədiklərini indiki həyatınıza inteqrasiya edin. Sadəcə özünüzü arıq düşünün ki, arığam mən. Arığam, şo. Yəni budur. Arıq olanlar bizdən artıq deyil. Arıq olanlar məndən artıq deyil. Arıq olanlar nə isə eləyib arıq olmayıb. Sadəcə arıq olduğunu vizyonlayıb. Vizyonunu yaradırsan ki, mən beləyəm, şo. Elə də olursan. Əgər sizdən daha çox inanan bir insan tapa bilsəz, bu sizin həyatınızın ən böyük şansı olacaq. Bir dənə dəstəkçi belə olsun tapa bilsəz, nə gözələm. Tapa bilməsəz də boş verin. Onsuz da yəni bir xilaskara ehtiyacımız yoxdur. Biz özümüzü xilas eləmə gücündəyik. Belə, biraz uzun danışdım, amma istədim ki, bu an gəlmişdi bu şeylər, istədim ki, danışım. İnşallah mən bu sizə deyirəm ki, Amerikadan 3 milyon üzərində takipçisi olan adamın kurslarını alıram. Bir kursunda, workshopunda kitab var. O kitab mənə elə bir ki, 10 ilə gedəcəyim yolu 1 ilə məni aparıb o kitab. O kitabın mənim üstümdə çox böyük təsiri var. Ona görə mən vaxtım olduqca hissə onu Azərbaycan dilinə tərcümə edirəm. İnşallah ki, o kitabı bitirərəm. Mən o kitabı $359 almışdım. Amma o kitabı çox cüzi bir məbləğə, prosta İnsan bir şeyə pul verəndə o şeyin qədrini bilir. Pulsuz əlinə gələn şeyin qədrini bilmir. O pulu da mən nəyə görə qoyaram? Yəni cüzi bir məbləğ, 10-20 manat arası bir şeyə o kitabı satışa qoyacam. Çünki istəyirəm ki, insanlar həqiqətən, baxın, belə bir şey deyim də, bir uşaq, bir valideyn istəyər ki, öz uşağı oxuyan uşaqların ətrafında olsun da, oxumayan uşaqları istəməz. Çünki uşaqlarını zamanla uşağının ona oxşadığını bilir. Uşağının həm də başqasına baxıb, özünə, necə deyirlər, nəsə götürəcəyini bilir. O söz var ya, bizdə ata-atın yanına bağlasan həmrəng olmaz da, həm xasiyyət olar. İndi biz elə bir dövrdəyik ki, öz ətrafımızı da özümüz yaratmağa çalışırıq. Mən çox istəyirəm ki, məni izləyən insanlar da fərqində insanlar olsun, özünü inkişaf elətdirən, sırf məni izləyir deyə yaxşı nəticələri olsun istəyirəm. İnsanlara bir şey vermək istəyirəm, bir dəyər qatmaq istəyirəm. Çox cüzi bir məbləğdir. 10-20 manat arası bir şeyə qoyacam. $350 aldığım kitabı. İnşallah ki, tərcümə edib bitirərəm. Çünki çox gec otururam kitabın üstünə. Orada da akademik səviyyədə sözləri yazılırdı. Yəni mən o sözləri tərcüməsini çoxunu bilmədiyim sözləri olur. Onları bir-bir baxıram, tərcümə edirəm, yazıram, çıxardıram. Ki, yəni həm düz olsun, birbaşa orada nə yazılıbsa onun mənası açıq olsun da, həm də ki, başa düşülən dildə olsun. İnşallah o kitabı bitirim, sizlə paylaşacağım. O kitabı, nə bilim, əminəm ki, mənə o olan təsirinin heç olmasa 20-30% onu alan insanlarda da olacaq. Nə bilim, ümid edirəm. Allah mənə biraz, necə deyim, güc versin, kömək olsun, bir fokuslanım, disiplinlə o kitabın üstündə işləyim, tərcümə eləyim. Yaxşı olacaq inşallah, yaxşı olacağını ümid edirəm. Məsələn, bir də bir şey başa düşmürəm mən, paxıllıq eləyən insanları. Mən müşahidə eləyirəm də, qıraqda insanları müşahidə eləməyi sevirəm. Kimisə, tutaq ki, qıraqda var 2 dənə valideyn. Birinin uşağı 100 balla 5 alıb, birinin uşağı 85 balla 5 alıb. O 85 balla 5 alan, 100 balla 5 alana paxıllıq edir. Mənim uşağım yazacaqdı da, çaşdı da, kimsə onu çaşdırdı da, səhvən bu variantı işarələdi də. Yəni ki, mənim uşağım da sənki qədər ağıllıdır. Amma ki, nə olsun az qiymət alıb, onu çox ala bilərdi, əlbəttə ki, ala bilərdi. Ya da, nə bilim, kimsə də öz uşağını böyüdür, qıraqdakılar lazımsız. Yox, belə olmaz. Hər kəs öz uşağına olduğu qədər, motivasiya verdiyi qədər, uşağının dəstəyini elədiyi qədər
kənardakılar üçün də eləməlidir. Biri məsəl üçün yaxşı bir müəllim tapır, gizlədir onu, heç kimə demir ki, mənim uşağımdır. Niyə qoy o da bilsin, o da gəlsin, o da öyrənsin. Sən də uşağın öyrənsin. İkisi bir-birindən fikir mübadiləsi aparsınlar. İnsan eyni səviyyədə, yüksək səviyyədə olduğu insanlar onu daha da qabağa aparır. Qoy o da sən uşağından eyni, necə deyim, əgər yaxşı müəllimdirsə, o da gəlsin, eyni təhsili alsınlar. Qoy ikisi də yüksəkdə olsun və daha çox yüksəyə getmək istəsin. Yəni rəqabət deyil. Amma tutaq ki, sənin uşağın getdi, yaxşı oldu, yaxşı. Bu birisi də arxadadır. Ən qabaqda olan kim qabağa talkat eləyəcək? Biraz da lap sürətlə qabağa getsin. Bunun gərək kimsə bunun tayı olsun da. Ona görə sadəcə öz uşaqlarımıza yox, sadəcə özümüzə yox, ətrafımızdakı insanlara da dəstək olmaq bizim boynumuzun borcudur. Paxıllıq eləyə biləcəyiniz ən mənasız, eləyə biləcəyimiz ən mənasız duyğudur. Onun başını buraxıb yaxşı şeylər üçün bir-birimizə dəstək olmaq lazımdır. Mən bacımla anama həmişə təşəkkür edirəm ki, deyirəm mənə bir yaxşılıq eləmsən, məni dünyaya gətirmisən. İkinci ən böyük yaxşılıq eləmsən, mənim bacımı dünyaya gətirmisən də. Ən yaxınım mənim anamı dünyaya gətirdiyidir. Bacımdır. Onunla çox rahat danışa bilirəm ki, mən bunu alıram, bunu alacağam, bunu belə eləyəcəm. Onca mənə dəstək olur. Hə bacı, sən bacararsan, niyə də olmasın? Ya o nəsə eləyəndə mən onu dəstək olurum. Çünki həqiqətən çox əziyyət çəkir, çox çalışır. Allah o çalışdığının əvəzini qatları ilə ona versin də. Çox istəyirəm ürəkdən. Tək bacıma qarşı belə deyirəm. Bütün çevrəmə qarşı beləyəm. Amma bəzən bəzi insanlardan bunu sui-istifadə elədiyini görürəm və bu məni biraz sıxır. O insandan uzaqlaşmaq məcburiyyətində qalıram. Çünki ona daha çox verməyə davam edersəm tükənəcəm. Sırf buna görə ondan uzaqlaşıram. Amma insanın insana dəstəyi, insanın insana köməyi çox yaxşı bir şeydir. Çox, yəni bizim buna ehtiyacımız var. Bizim bir-birimizə dəstəyə, bir-birimizə köməyə ehtiyacımız var. Onsuz da getdiyimiz yol çətindir. Bir imtahandayıq, bir yoldayıq, bir sınaqdayıq və min cürə yerdən bizə, necə deyim, həmlələr olur ki, biz o yoldan kənara keçək. Bu yolda stabil, sabit qalmaq üçün özümüz əlbəttə ki, bacararıq. Çünki Allah insanı çox qüdrətli yaradıb. Amma bizə dəstəkçilər olanda 5 ilə getdiyimiz yolu 2 ilə gedə bilərik. Mənim həyatımda mənə dəstək olan insanlar çox oldu. Mənim psixoloqum, Allah ondan 1000 dəfə razı olsun. Çox gözəl insandır. Yəni nə yaxşı ki, mən Allaha şükür edirəm ki, mən o insanla tanış olmuşam, mən o insanı tanımışam. Mənim həyatımı 180 dərəcə, 360 deməyim, çünki 360 gələndə eyni nöqtəyə gəlib çıxdı. 180 dərəcə tam əksdə istiqamətində dəyişdi. Yəni Allah ondan 1000 dəfə razı olsun, mənə elədiyi bütün yaxşılıqları onun öz qabağına çıxartsın. Belə insanlar mənim həyatımda olub deyə mən qabağa getməyə bacarmışam. Amma olmaya da bilərdi. Paxıllıq eləyən insanlar da ola bilərdi. Bir də paxıllıq nədən yaranır? İnsan elə düşünür ki, bir şey var və o şeydən bir dənədir və qoy onu mən gedim götürüm, başqası götürməsin. Başqası götürübsə ya onun əlindən çıxsın, gəlsin o da mənimlə eyni səviyyədə olsun, ya da ondan alınsın, mənə verilsin. Allah bu qədər balaca deyil. Allah sənə də, ona da və onun əlində olandan 10 qatını da hər ikinizə verməyə gücü çatır. Sadəcə sən doğru istəyə bilmirsənsə burada yəni nə o insanın, nə də Allahın günahı yoxdur. Sadəcə necə mən daha çoxuna çata bilərəm sualını özünə ver və başını burax. Düzələcək hər şey. Sizi sevirəm. Kommentlər gələndə çox sevinirəm. Əgər bu söhbətlərdə sizə üçün maraqlı oldusa, qeyd eləyin. 3-cü hissədə də yenə də paylaşın bu barədə.